Və mən bugün öyrəndim ki, mənim oğlum artıq böyük oğlandı və bu il məktəbə gedəcək. Daha doğrusu məktəbə qədərə götürəcəklər onu. Kimin uşaqları 2020-ci ildəndirsə, mütləq maraqlanın. Çünki bu il sıfıra qoymasaz, gələn il artıq məktəbə qoymaq məcburiyyətində qalacaqsınız. Bu sistem yeni bir sistemdir və 5 yaşlı uşaqları sıfıra götürürlər və 6 yaşlı uşaqlar artıq məktəbə getməlidir. Amma bizim Vaqoş oktyabrın 24-ü anadan olduğuna görə 4 yaşında sıfıra gedəcək, 5 yaşında məktəbə gedəcək. Məni soruşsaz, mənim fikrimcə çox tezdir. Fikirlərinizi mütləq yazın. Əgər uşaqlarınız 1-ci sinifə gedibsə, neçə yaşında gedib? Çünki bu aralar hər kəsdən maraqlanırdım və bir çox valideynlər mənə deyirdi ki, mütləq 7 yaşında qoy, çünki 6 yaşla 7 yaşın arasında böyük bir fərq var. Uşaq onda daha ağıllı olur, daha çox şey başa düşür. Amma belə başa düşdüm ki, mənim uşağım 7 yox, 5 yaşında məktəbə gedəcək. Əslində biraz üzülmüşdüm. Çünki mən düşünürdüm ki, biz Yeni Günəşliyə köçəcəyik və məktəbə ora gedəcək uşaq. Amma belə çıxır ki, mən yenə də yanımızdakı məktəbə qoymalıyam uşağı və ən azı bir neçə ay burada gedəcək. Biz köçəndən sonra məktəbini dəyişməli olacağam və bu uşağa görə məncə heç düzgün deyil. Məndən olsaydı elə sıfıra da gələn ildən qoyardım ki, 7 yaşında məktəbə getsin. Amma Zaur mənimlə eyni fikirdə deyil. Zaur deyir ki, 6 yaşında getmək çox yaxşıdır. Və sizin fikirləriniz nədir? Onu mütləq yazın. Əsas da uşaqları məktəbə gedən qızlar, sizin fikriniz mənim üçün çox önəmlidir. Mən isə biraz üzülə ev işlərimi gördüm. Xaladelnikimdə dolma var idi. Onu qoydum bişməyə. Polları sildim. Düzü bugün silmək heç fikrim yox idi, amma gördüm ki, uşaqlar yerə çipsi töküb və hər yer yağ olub. Bir damcı belə yağ dəysin yerə, inanın ki, yayılır bütün otaqlara. Bizim əsas problem qapının ağzıdır. Bizdə koridor olmadığına görə qapının ağzı və içində toz olur və kuxnada ləkələr yaranır. Bilmirəm o yağ ləkələr hardan gəlirsə və içini yağdı. Tozları sildim, qızlar, güzgüləri sildim, qablarımı yudum. İşim səhər çox idi, amma yavaş gördüm. Düzü səhər duran kimi ev işlərini gördüm. Sonra qaça-qaçda getdik qəbir üstünə. Qaydanda da qalan işlərimi də gördüm. Mən ümumiyyətlə sevmirəm ki, evim dağınıq olsun. Mən isə gedim harasa əylənim, gəzim. Evimi həmişə təmiz saxlamağa çalışıram ki, ürəyim də evdə qalmasın. Dünən Kamanın verdiyi abur-cuburlardan da uşaqlara verdim. Özüm isə Vaqoşla çöldəki işlərimizin dalıcı getdim. Bir-iki dükana girdim, paltalar bəyənmişdim, onları da aldım və artıq axşam idi, probkaya düşdük, qayıtdım evə və istəyirəm sizə